Təsəvvür et, qarşında 50 metrlik çox ensiz bir körpü var. Və bu körpü tamamilə tikanlardan ibarətdir. Yəni yol boyu həm yerdə, həm kənarlardan uzanan iti tikanlı kollar. Və mən sənə deyirəm, bu körpünün mənim xətrimə ayaqqabısız, corabsız keç. Keçərsən? Yəqin ki, yox. Heç mən də keçmərəm. Amma sonra körpünün tam sonunda çətinliklə görünən bir qapı açılır. İçəridə həyatında ən dəyərli iki insanı görürsən. Və qapıdan bir nəfər çıxır və sənə deyir. Onlar səni gözləyir. 60 saniyə içində ayağı yalın, corabsız bura gəlib çatsan, onlarla birlikdə sağlam, huzurlu şəkildə daha gözəl yollardan getməyə davam edəcəksən. Yox, əgər çatmasan, bu körpü ilə birlikdə hər şeyi külə çevirəcək. Onları bir daha görməyəcəksən. Bu dəfə nə edərsən? O yolu, tikanlar heç nə dəyişməyib. Amma sən dəyişmisən artıq. Çünki körpünün o ucunda qorxunu, ağrını aşa biləcəyin qədər böyük bir dəyər dayanır. Deyirlər ya, motivasiya üçün musiqi dinlə, qəhvə iç, özünə vaxt ayır. Amma bəzən nə musiqi, nə qəhvə sənə o gücü vermir. Yalnız içində daşıdığın dəyər səni aparır o tikanların içindən. Yəni, motivasiya axtarmaq yerinə bəzən özümüzə dönüb varlığımıza toxunan dəyərlərimizə baxmağımız lazım gəlir. Dəyərini, səbəbini, nəyə görə dözdüyünü xatırlayanda insan bəzi şeyləri dəyişə bilir.